Əziz və dəyərli abituriyentlərimiz, mən ingilis dili müəlliminiz Çınarə müəllim. Bugün sizlərə OTK 9-cu sinif buraxılış suallarını tək-tək izah edəcəm. Sualları yaxınlaşdıraq. Burada friends, dostlar sözü isimdir, gifts, hədiyyələr sözü isimdir və biz burada isimli əvəzlikləri verməliyik. İsimli yəli əvəzlikləri, bir də doğru variantımız Y bəndidir. A variantımız yanlışdır. Çünki theirs, gifts olmayacaq. Theirs isimsizdir, hədiyyələrlə işlənməz. Ona görə A variantımız getdi. Obyekt haldan sonra isim gəlməz. Mine, friends deyə bilmərik. Mines isimsizdir. Hers, gifts deyə bilmərik. Cümlənin tərcüməsi Jane dostlarına onların hədiyyələrinə görə təşəkkür etdi. Keçək 57-yə. 57-də yadınızda saxlayın ki, bu hissədə isim olarsa və bu hissədə sifət gələrsə, yenə biz artiklından istifadə edəcəyik. Skills cəmdədir deyə heç bir artikldan istifadə etmirik. Doğru variantımız Y bəndidir. Language sözü, biz məsəl üçün the French language, the English language bu kimi deyə bilirik. Ancaq language sözün qarşısında onun asan, yeni, çətin, köhnə dil olduğunu təyin edən öncəsində sifətlər varsa, biz artiklından istifadə edəcəyik. 58-də I cannot buy many books because I have little money. Mən çoxlu kitab ala bilmərəm, çünki mənim pulum azdır və yaxud pulum yoxdur. Little və few haqqında onu deyə bilərəm ki, little və few inkarda işlənmir. A few books money deyə bilmərik. A few cəm, money təkdir. A lot dərəcə zərfidir. A lot books deyə bilmərik. Çoxlu kitab ala bilmirəm, çoxlu pulum var. Məna ilə yanlışdır. Yenə much books deyə bilmirik, çünki much sayılmayan isimlərlə işlədilir. 59-da Kate's friends never feel bored with. Kate'in dostları heç vaxt onunla darıxmır. She always makes them smile. Burada feillərdən sonra obyekt hal işlədilir. Make məcbur etmək feilindən sonra them obyekt əvəzli işlədilmişdir. Friends dostlara istinad edərkən və with sözünü ilə də obyekt hal işlədilir. Yəni me, her, us, them, him, bəli, deməli əvəzliyin obyekt halları sözünləri və feildən sonra işlədilir. 60-da long uzun deməkdir. Uzun sözünün antonimi təbii ki short, qısadır. Cool, ağıllı, sərin, unique, qeyri-adi, serious, ciddi, amazing, heyrətamiz. Bunlar long, uzun sözünün antonimi deyil. Keçdik 61-də. Doğru variantımız bizim burada B bəndimiz olacaqdır. Müəllifin kitabı ən yaxşı seçim idi. Emans apostrofi S-lə düzəlir. Əziz abituriyentlər, Emans apostrofi S olmalıydı. This authors apostrof olmalıydı. The child apostrof S olmalıydı deyə bu variantlarımız da yanlışdır. Burada isə bu indiki davam edici zamanda is going abroad gördüyünüz üzrə nə edir? Deyir ki, xaricə oxumağa gedir. Announce elan etmək, qayd bələdçilik etmək, melt ərimək. Announce elan etməkdir. Kiməsə bir sözü rəsmi şəkildə demək. 1A. 2. To guide bələdçilik etmək, təbii ki, to show the way. To melt ərimək, liquid, yəni doğru variantımız A, C, B. A, C, B variantlarımız isə 62-də A bəndindədir. 63-də bizdən sifətləri istəyir. Empty, fluent, noisy. Empty, boş, fluent, səlis, noisy, səs-küylü. Rule, qayda isimdir. Condition, hal, vəziyyət isimdir. Race, yarışma isimdir. Farm, ferma isimdir. 64 artikeldir. Mostla Z artiklı işlədirik. İnternetlə də təbii ki Z artiklından istifadə edirik. Doğru variantımız A-dır. 65-də kiməsə nə isə xatırlatmaqda kömək etmək. Remember sözünün sinonimi elə reminddir. Remind, remember. Keep saxlamaq, feel hiss etmək, work işləmək, happen baş vermək. Remember xatırlamaq sözünün sinonimi deyil. 65 A bəndimiz doğrudur. 66 bizdən isimləri istəyir. Hopeful, ümidli, patient, səbirli. Bizdən hamısı isimləri istəyir. Funny, gülməli, organic, təbii,
Doğru variantımız Y variantıdır. Friendship, image, hair. Friendship dostluq, image görüntü, hair saç isimdir. If you really want to be successful, you need to be. Əgər sən uğurlu olmaq istəyirsənsə, necə olmalısan? Yaradıcı olmalısan. Creative. Sad, qəmgin, rude, kobud, boring, cansıxıcı, strange, qəribə. Bunlar negativ mənalı sözlərdir. Strange ilə kreativin arasında abituriyentlər qala bilər, ancaq ən düzgün seçim məhz kreativ sözüdür. Mübtədə xəbər uzlaşması this bəqi çıxanda caring are olmaz, gerundun xəbəri təkdə olur. Caring is olmalı idi. Oflu birləşmədə ofdan əvvələ baxırıq. Winners cəmdədir deyə biz worddən istifadə edirik. Oflu birləşmədə ofdan əvvələ baxırıq. Price təkdədir deyə biz deməli wasdan istifadə edirik. Doğru variantımız 2 və 3-dür. Eating'lə buradan çıxdıq. Eating are yox. Dostlar, eating is olmalı idi. 69. Good morning students. There will be a math test on Thursday. 4-cü günü riyaziyyat testi olacaqdır. Please study unit 3 and 4. Bölmə 3 və 4-ü oxuyun. Bring pencils and calculators. Özlərinizlə qara qələm və hesablayıcılar gətirin. Don't be late. Gecikməyin. Doğru variantımız bizim olacaqdır. C bəndi. Şagirdlər riyaziyyat imtahanına on time vaxtında gəlməlidir. A variantında hesablayıcı istifadə edilməyəcək deyir. Yanlış. Burada hesablayıcı gətirə bilərsiniz deyir. İmtahandan qabaq heç nəyi öyrənməyin deyir. Ancaq 3 və 4-cü bölmələri öyrənin deyir. Şagirdlər, müəllimlər şagirdlərə qara qələm verəcək. Yanlışdır. Çünki özünüzlə qələm gətirin deyir. Növbəti həftə sonu olacaq. Yanlış. Çünki söz deyil, növbəti həftə sonu deyil. Saturday olsaydı biz verə bilərdik. Gəldik biz 70 caution xəbərdarlıq. The road is under construction. Yolda tikinti işləri gedir. Please use public transportation. İctimai nəqliyyatdan istifadə edin. Do not enter closed areas in private cars. Şəxsi maşınlarınızla bağlı ərazilərə daxil olmayın. We apologize for any inconvenience. Narahatçılıq üçün üzr istəyirik. Thank you for your understanding. Anlayışınız üçün təşəkkürlər. Yol artıq bərpa olunub. Xeyr, bu yanlışdır. Yollarda ümumiyyətlə heç bir narahatçılıq yoxdur. Xeyr, bu da yanlışdır. Yollarda narahatçılıq var. İctimai nəqliyyatdan istifadə qadağandır. Xeyr, biz görürük ki, deyir ki, ictimai nəqliyyatdan istifadə edin. D variantımız doğrudur. Sürücülərə şəxsi maşınları ilə bağlı ərazilərə, baxın, həmin cümlə bu cümlənin sinonimidir. Şəxsi maşınlarınızla daxil olmamağınızı söylüyor. Ümumiyyətlə deyir ki, bütün yol bağlıdır və heç ümumiyyətlə ərazi yoxdur. Xeyr, ictimai nəqliyyat üçün ərazi vardır. Hospital announcement xəstəxanada xəstəxana qaydaları, ziyarət qaydaları. Visiting hours are from 10 a.m. to 6 p.m. only. Səyahət səhər saat 10-dan axşam saat 6-ya dəkdir. Yalnız. Please speak quietly in the rooms. Otaqlarda sakit danışın. Wash your hands before entering. Əllərinizi daxil olmazdan öncə yuyun. Don't break flowers or food during visit hours. Deməli, xəstələrə baş çəkdiyiniz saatlarda güllər, ərzaqlar gətirməyin. Children must stay with an adult at all times. Uşaqlar bütün müddət ərzində valideynləri ilə qalmalıdır. Thank you for helping us. Bizə kömək etdiyiniz üçün təşəkkür edirik. Keep the hospital safe and calm. Xəstəxananı sakit və təmiz saxlayın, təhlükəsiz saxlayın. Təbii ki, istədiyin an xəstəxanaya daxil ola bilərsən, yanlışdır. Yemək və digər vasitələr gətirə bilərsən, yanlışdır. Çirkli əllərlə daxil ola bilərsən, yanlışdır. Uşaqlara icazə verilmir, yanlışdır. Uşaqlara icazə verilir, valideynləri yanında olmaq şərti ilə. Doğru variantımız D bəndidir. The announcement gives information about visiting hours. Yəni səyahət xəstələrə baş çəkmək saatları haqqında elan. Keçdik Luxemburg mətninə. Read the passage and answer the questions. Sualları oxuyun və cavablandırın. Luxembourg is a small country which is located in the heart of Western Europe. Luxembourg Qərbi Avropanın mərkəzində yerləşən balaca bir ölkədir. Despite its small size, there are so many interesting facts that may surprise you.
Öz balaca ölçüsünə baxmayaraq burada çox maraqlı faktlar var ki, sizi təəccübləndirə bilər. In terms of wealth, Luxembourg is one of the richest countries on the earth. Yer kürəsində Luxembourg öz zəngin ölkələrindən, həyat şəraitinə görə zəngin ölkələrdən biridir. Luxembourg residents earn 2 times more than Americans. Luxemburgdakı sakinlər Amerikadakı sakinlərdən 2 dəfə artıq qazanır. Luxembourg is ranked fourth in the European Union for the lowest petrol price and second for the lowest number of diesel cars in the world. Luxembourg Avropa İttifaqında benzinin qiymətinə görə 4-cü yerdə və dünyada isə dizel maşınlarının istifadəsinə görə 2-ci yerdə dayanır. Amazon headquarters is also situated in Luxembourg. Həmçinin Amazonun baş ofisi də Luxemburgda yerləşir. There are 3 official languages in Luxembourg and local people speak 3 languages: German, French and Luxembourgish. Burada deyir ki, Luxemburgda 3 rəsmi dil vardır və yerli əhali 3 dildə danışır. Alman, Fransız və Luxembourgish. While German and French are often used in administration, dövlət idarələrində Alman və Fransız dilindən istifadə edilir. Luxembourgish is widely used in conversation. Luxembourgish dili isə Luxembourg dili isə söhbətlərdə daha çox istifadə olunur. El arasında, məişət üslubunda. French is used in business, hotels, restaurants and cafes, while German is a dominant language in media. Fransız dili maliyyə işlərində, otellərdə, restoranlarda, kafelərdə, Alman dili isə mediada. Medianın rəsmi dilidir. The most surprising fact is that Luxembourg offers free public transportation. Ən maraqlı faktlardan biri odur ki, Luxembourg ictimai nəqliyyatda pulsuz edir. The most popular form of transport in Luxembourg is the tram. Luxembourgda ən məşhur populyar nəqliyyat növlərindən biri tramvaylardır. It was the first country in the world to provide free public transportation for the whole nation, which includes trains, trams and buses. Bu dünyanın ilk ölkələrindən biridir ki və birinci ölkəsidir ki, qatar, tramvay və avtobus, ictimai nəqliyyatlar burada pulsuzdur. What's the passage mainly about? Mətnimiz nə haqqındadır? Doğru variantımız bizim burada olacaqdır. A bəndi. One of the richest countries of Europe. Avropanın zəngin ölkələrindən biri. Ucuz restoranlar xeyir, ümumiləşdirici cavab deyil. Avropa nəqliyyatı xeyir, Luxembourg əhalisi xeyir. Amazonun baş ofisinin orada olması sadəcə bir cümlədə keçir. Bütöv mətni əhatə etmir. 73-də Luxembourg nəyə görə ikinci cərgədə yerləşir? Təbii ki, doğru variantımız diesel cars maşınlarının sayına görə, dizellə işləyən maşınların sayına görə dünyada ikinci yerdədir. Yəni orada o maşınlar çox az işlədilir. Lowest number. Dövlət binaları xeyir. İctimai nəqliyyatın pulsuz istifadəsi sadəcə Luxembourg. Dizel qiyməti xeyir, benzin qiymətinə görə Avropada ittifaqında 4-cü yerdə idi. Əhalisinin zənginliyinə görə xeyir. 74-də keçək. 74-də deyir ki, the transportation is free of charge in Luxembourg. Bəli, Luxembourgda ictimai nəqliyyat pulsuzdur. Əhalisi çox zəngindir. 1-2 doğrudur. Luxemburglular Amerikalılardan çox az qazanmır. Amerikalılardan çox qazanır. Burada more olmalı idi. French is the main language in media. Burada isə German olmalı idi. Alman dili orada medianın rəsmi dilidir. Keçək 75-ə. Burada conversation sözünü görürsünüz dostlar. Luxembourgish is widely used in conversation. Baxın, gördüyünüz bu yerdə bu sözün sinonimi everyday speech'dir. 76-da yanlış variantları bizdən istəyir. Eastern Europe yox. Biz mətndə görürük ki, Western Europe yazır. Təbii ki, bir yanlışdır. Və deməli, Luxembourg is the second biggest. Biggest deyil, smallestdir. 1 və 4 bizim burada nədir? Yanlış cavablarımızdır. Əziz abituriyentlər, diqqətiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.